Xeyir olsun. Başlayaq bugünkü sınavımızın deməli 4-cü qrupun izahına. Birinci sualımıza baxırıq. Deyir ki, karbon, hidrogen və ifdə reaksiyadan ayrılan istiliyin miqdarı 2-1-dir. Ümumiyyətcə, karbonla hidrogenin reaksiyası karbon üstə gəlsin H2, əmələ gəlir CH4. Deməli, bu 12 qramdan 4 qram reaksiya daxil olur. Biz də tam kütləni tapmaqdan ötəri reaksiyanın istiliş miqdarı az olana əsasən hesablayacağıq. Baxın, burada 2 qram verilibdir. Yəni, ümumiyyətcə, reaksiyanın miqdarını mən 2 qədər götürsəm, burada 2 dəfə az olduğu üçün hidrogen miqdarı, yəni aza görə biz gedəcəyik. Deməli 4 qramdan tutaq ki, 2 qram 2 qədər ayrılırsa, 2 qrama yazarıq ki, x qədər, x bərabər olacaqdır 2 bölünsün 2-yə. Yəni bu olacaqdır 2 bölünsün 2. Sonra 18 ilə 8 qram verilibdir. Deməli 18 ilə 8 qram götürsək, burada hidrogen 2 dəfə çox, karbon isə 1,5 dəfə çoxdur. Ona görə biz karbona görə gedəcəyik. Onda bu olacaqdır 1,5 kübür. Baxın, daha doğrusu 2. Çünki karbonu daha az artırdıqları üçün biz karbona görə hesablayırıq. 6-ya 4-dür. Deməli, bu 6 qram, bundan da 4 qram götürsək, gördüyünüz kimi karbon daha az götürülür. Neçə dəfə? 2 dəfə. Deməli, bu olacaqdır yenə 2 bölünsün 2. Onda belə çıxır ki, kübür ilə Q3-ün qiyməti bərabərdir. Kübür ilə Q3-ün qiyməti bərabər olacaq. Q2 isə bunlardan böyük olar. Birincidə cavabımız olar C variantı. Gəldik 32-ci suala. Deməli, burada kalium oxşayan spirtdə məhluldur. Spirtdə məhlul olsa, karbohidrogen əmələ gələcəkdir. Xlorlar buradan kaliumla birləşər. OH da hidrogeni götürər. Burada 2 qat rabitə, 2 dənə olduğu üçün 2 qat, 3 qat rabitə olacaqdır. Bu olacaq CH. Burada da C qalmayacaqdır. Hidrogen üzüm maddədə azalan nədir? Bəli, hidrogen atomlarının sayı azalacaq. Karbon atom sayı dəyişməz. İkinci karbonun oksidaşma dərəcəsi. Birinci karbon CH3, CH, xlor, CH2, xlor idi. Xlor -1, hidrogen -1. Bura isə -1 düşür. İkinci karbona da -1, -1, bu 0'dır. İndi olduğu halda olur belə də CH3, C, 3 qat rabitə, CH. Belə olduqda karbon burada 0 oksidaşma dərəcəsidir. Onda karbonun oksidaşma dərəcəsində dəyişiklik baş verməyəcək. Karbon atomlarının hibrid sp3 hibrid orbitalının sayı. sp3 hibrid orbitalının sayı dəyişiklik olacaq. Çünki burada 3 karbon atomu sp3 idi. Burada isə bir dənəsi. Bu doğrudur. Birinci karbon atomunun oksidaşma dərəcəsinə gəldikdə, birinci karbon atomu burada -1'dir, -1, burada -1 olacaq. Burada da dəyişiklik olmaz. Sigma rabitə sayı, hidrogen sayı azaldığı üçün azalacaqdır. 1, 4, 6. Hansı maddələr qəlbə reaksiya girdikdə suda həll olmayan əsas əmələ gətirir? Argin, tümxlor qələvi ilə reaksiya daxil olduqda suda həll olmayan əsas əmələ gətirir. Öncəliklə argin tümxlor götürə bilmərik, çünki çöküntüdür. H2SO4 qələvi ilə reaksiya girdikdə natrium məsəl 2SO4 əmələ gətirir, reaksiya gedir. Kalsium karbonat çöküntüdür, reaksiya getməz. Koprum SO4'ü götürərəm. Koprum SO4 natrium OH ilə koprum OH əmələ gətirəcəkdir. 34'də X, Y 3 birləşməsində elementlərin kütlə nisbəti 2-nin 9'adır. Belə çıxır ki, 2 ilə birləşməsinin alınması üçün X və Y-dən ən az nə qədər götürmək? 2-nin 9'adır, yəni 11 qram üçün, belə deyək, 2 qram X tələb olunursa, 6,6 qram üçün görək nə qədər X tələb olunacaq. Bu da bərabərdir, deməli, 0,6'ya vuracaq 1,2 qram. X'i tapdıq, Y-i tapaq. Yenə yazıq 9 qram, 11 qram almaq üçün 9 qram Y lazımdırsa, 6,6 almaq üçün də B yazaram. B də buradan bərabərdir. 9'u 0,6'ya vursaq, deməli eləyəcəkdir 5,4. Cavab olur 34'də C variantı. 35-ci sualımızda 6 mol formaldehid kalsium H2 ilə glukoza C6, H12, O6'ya çevriləcəkdir. X karbohidratdır, bu doğrudur. Qızqırmasından Y alınır, Y 425 dərəcə Selsiyə çevrilirsə, onda etil spirtidir də, bu etil spirti 2 mol buradan C2, H5, OH-dır. Y etilen glikoldur, səhvdir. C2, H5, OH-ın da 425 dərəcə Selsiyadan əmələ gələcəksə divinir. 1, 3, cavab oldu 35'də C variantı. 36'da FeSO4 məhlulun üstünə kalsium gəldikdə, birinci burada kalsium məhluldur ki, su ilə reaksiya daxil olacaq. Əmələ gələcəkdir kalsium OH2 plus H2.
Məhlulda ferium SO4-də olduqda buradan təzədən verəcək ferium OH2 üstə gəlinsin kalsium SO4 plus H2-də məhlulda olacaq. Onda birinci düzdür. Məhlulun kütləsində təbii ki, dəyişiklik olacaqdır. Çünki burada həm çöküntü əmələ gəlib, həm qaz əmələ gəlib. Kalsiumun kütləsi də bəlli sıfıra düşəcəkdir. Kalsium metalı deyir ki, tam sərf olunur. Onda 1, 3, 36 da variantı. 37-yə baxırıq. Donmuş bir atomlu spirtlə ikili, üçlü kupru. İkili spirtin oksidləşməsindən əmələ gəlir aldehid. Üçlü spirt oksidləşmir. İkili spirtdən keton, üçlü spirt oksidləşmir. Birli spirtdən isə aldehid əmələ gəlir. Cavab oldu 37-də B variantı. Selluloza makromolekülün tam yanmasından selluloza C6, H10, O5-dir. Tam yanmasından əmələ gəlib, deməli N bura qoysaq, 5N qədər H2 əmələ gəlir. 15.000 molekul su əmələ gəlir. 5N bərabərdir 15.000, N də bərabərdir 3.000-ə. Deyir, bu molekulun tam efirləşməsi üçün tələb olunan HNO3. Sellulozada 3 dənə OH qrupu var və tam efirləşməsi üçün üstünə HNO3 gəlsək, 3N dənə olacaqdır. 3N dənə olduğu üçün 3-ü də vurarıq 3000-ə. Cavabımız olar 9000 Y variantı. 39-a deməli bizə gördüyünüz kimi tetrapeptid verilibdir. Tetrapeptid əmələ gələcək, çünki 4 dənə amin turşu götürülübdür və 3 molda su ayrılacaq. Cavab C. 22 qram etil asetatın hidrozinə əmələ gəlmiş spirtin artıq miqdarda natriumla qarşı kütləsində neçə litr hidrogen ayrılır? 88 qram etil spirtindən elə 1 mol yəni etil asetatdan, 88 qram etil asetatdan 1 mol bizim spirtimiz alınacaqdır. 22 qramdan isə x bərabərdir. Buradan olacaq 0,25 mol bizim spirtimizdir. Yəni etil spirtimiz. Etil spirti də C2H5OH-dır. Natriumla reaksiyasından 0,5 mol H2 ayrılır. Yəni OH-ın sayı qədər. 1 molundan 0,5 ayrılırsa 0,25-ə də x də bərabərdir. Buradan deməli 0,5 vurulsun 22,4 litr. Bu da eləyəcəkdir. Deməli 2,8 40-da A variantı. Fruktoza üçün doğru ifadələr tapın. Qlukozadan şirindir. Bəli, qlukozadan şirindir. Molekulunda aldehid qrupu var, keton funksional qrup var. Bu yanlışdır. Suda yaxşı həll olur. Deməli karbohidratdırsa və monosaxariddirsə, monosaxaridlər suda yaxşı həll olur. Bu da doğrudur. Molekulunda 5 ədəd hidroksil qrupu var. Bu da doğrudur. Gümüş güclü reaksiyasına daxil olmur. Çünki keton funksional qrup var. B variantı. Fruktozanı da belə yaza bilərəm. CH2OH, CHOH, CHOH, deməli CHOH, CO, CH2OH. Bu fruktozanın açıq zəncirdir. Gəldik 42-yə. Benzol, tolol və sterol üçün. Deməli, baxırıq. Birinci nədir? Tololla benzol. Peçsilolun homoloqudur. Peçsilol homoloqdursa aromatik karbohidrogendir. Bu benzolla tololun homoloqudur. Birə gedər A variantı. Kalium permanganat məhlulu rəngsləşdirir. Benzol kalium permanganat məhlulu rəngsləşdirmir. Tololla sterol rəngsləşdirir. Deməli, belə deyək. 1-ə uyğun gələcəkdir 1, 3-ə uyğun gələcəkdir 2. Bütün karbon atomlarının hibridləşmə vəziyyəti eynidir. Tolol deməli, baxın bu maddədir. Quruluşlarda yazıram. Burada başdakı CH3 metil qrupu sp3 hibrid vəziyyətindədir. Benzola gəldikdə benzol 6 karbonun 6-sı da sp2 vəziyyətdədir. Sterolda gəldikdə isə sterolda deməli vinil radikalı ilə birləşib benzol halqası. Burada 8 karbonat sp2 vəziyyətdədir. Ona görə 3 bura gedər. Ümumi formulu eynidir. Benzol C6H6-dır. Sterol C8H8-dir. Yəni ümumi formul olaraq CH-dan N-dən kimi götürsək, ümumi formulu eyni ifadə uyğun gələcəkdir. Deməli, ümumi formul. Sadə formul demir, ümumi formul deyir. Ümumi formul tolondan benzolun hər ikisinin ümumi formulu CnH2n deməli çıxılsın 6-dır. Ona görə 4-də bura uyğun gələr. Karbon hidrogen sigma rabitələrimizin sayı eynidir.
Sigma rabitələrin sayı eynidir. Tolol deməli tolol budur. C7, H8 açıq qapalı zəncir olduğu üçün sigma rabitəsi atom sayına bərabərdir 15. Tolol da yəni deməli C6, H6-dır. Sigma rabitə sayı 12-dən olacaq. Atom sayı 8, C8, H8-dir. Burada da sigma rabitə sayı yenə atom sayı qədər 16-dan. Ümumiyyətcə bu hər ikisində 15-15 tololla strola uyğun gələcək. Burada uyğun gəlir 5. Uyğunlaşdırmamız 1, 4, 3 və 2, 5-dir. D variantı. 43-cü sual. Qatılığı uyğun olaraq 1,5 1,5-dir qatılıq bunun. Bunun qatılığı anyonların qatılığı uyğun olaraq. Anyonların qatılığı 1,5-dirsə burada, yəni NO3 1,5-dir qatılığı. Ondan sonra ferum xlor 2. Ferum xlor 2-də deməli qatılığı xlorun qatılığı 1-ə bərabərdir. Ferum 2SO4 0,75-ə bərabərdir. Bu zaman biz qablardakı kationların ümumi qatılığını tapın. Deməli necə taparıq? NO3 gördüyünüz kimi qatılığı indeksi üstdür. Qatılığı da 1,5-dir. Dəmir sayca bundan 3 dəfə az olduğu üçün qatılığı da az olacaq. Olacaq 0,5. 1,5-i böldüm 3-ə. Xlor 1-dir, vurdum 2-yə, 2 dənədir, yəni 2. Dəmir ondan 2 dəfə az olduğu üçün 2-ni 2-yə böldük, düşər 1. Ferium 2SO4-dən 3 dənə, 0,75-dir qatılığı. Vurdum indeksdəki 3-ə, 0,75-i deməli indeksdəki 3-ə vursaq, 2 dəqiqə, 53, 4-də 3-ü, 0,75-i vururam 3-ə, 225-dir. Dəmir bundan, belə deyək, bölərik indeksindəki 2-yə, dəmirin indeksindəki 2-yə bölsək, bu olacaq 1,125. İndi bizdən bunları deməli müqayisə etsək, 1,1125 hamısından böyükdür, 3 hamısından böyükdür, 3 böyükdür 2-dən, 2 də böyükdür, deməli, hesablama səhvimiz gedibdir. Bu doğrudur, bu 0,5-dir. İndi ferum xlor 2-yə baxıram. Bir dənə feruma 2 dənə xlor 2 düşürsə, 1 xlora x buradan bərabər olacaq 0,5 hesablama səhvi. Burada da eyni qaydada 2 ferumdan 3 üstüsə 0,75-ə x-dir. Bu da eləcə 0,5. Deməli, hamısı bir-birinə bərabərdir. B variantı. Duzunun suda məhlulun hidrozin birinci mərhələsi tənliyi deməli H müsbət verir. H müsbət verir və 3 valentlidir. Buna diqqət etməliyik. Onda bizim metalımız 3 valentlidirsə, burada xrom 2 valentlidir. Bunu çıxıram, kalsiumu çıxıram, bunlar çıxır. B ilə Y-nin arasında qalır. Və bizim gördüyünüz kimi H müsbət əmələ gəlirsə, deməli mühitimiz turş mühitdir. Turş mühitdir. NO3 də burada turş mühitdir. Deməli, bunun üzərinə HOH gəlsək, birinci mərhələdən alınacaqdır. Ferium, deməli, HNO3 ilə H birləşəcəkdir. Olacaqdır ferium OH, bir də HNO3, ferium OH2. Ona görə burada deməli müsbət. Bu belə olar. Ona görə bu yanlışdır. Cavab olacaq Y variantı. Sonra molar kütlələr 1 molunda atomların ümumi mol sayı eynidir. Molar kütlələri M1, M2-ni müqayisə edin. Atom sayları eynidirsə, yəni N plus M cəmi bərabər edir. Burada 1 üstə gəlinsin 2N-ə. Buradan nə alırıq? N bərabərdir M-ə. N ilə M bərabərdir. N ilə M bərabərdirsə, burada misal üçün N yazaram. Onda bu nə olacaqdır? Yuxarıdakı nisbi molekul kütləsi. Dəmir 56, 56N üstə gəlinsin. M1-imiz nəyə bərabər olacaq? 56N plus 16N, yəni 72N-ə bərabər olacaq. M2 nəyə bərabər olacaqdır? 56 üstə gəlinsin 17N-ə. M1-dən M2-ni çıxıram, 72N çıxaq, 56 çıxılsın 17N bərabərdir 125-ə. 72-dən də biz 17-ni çıxarıq. 55 N bərabərdir 125-dən də çıxarıq. 125-in daha doğrusu üstünə gələcəyik. 56-nı 181 bölsək 55-ə.
Deməli, burada eləyəcəkdir. Deməli, n bərabərdir n-1. Ona görə biz və ya n-in yerinə də yaza bilərəm ki, n-in yerinə yaza bilərəm ki, n+1 belə bir şey yaza bilərik. Ona görə biz burada bunu nəzərə almalıydıq. M-in yerinə yazaq, n+1, ona orada eləyəcək 16n üstə gəlinsin 16. Yəni 72n üstə gələk 16. Buradan indi hesablamamızı düzəldək. 72n üstə gəlinsin 16. Çıxaq 56 çıxılsın 17n bərabərdir 125-ə. Aha, 72-dən 17n çıxdıqda eləyir 55n. Deməli, sonra bərabərdir 125-in üstünə 16 gələrik. 125 üstə gəlinsin 16. Daha doğrusu çıxılsın 16. 125-dən çıxarıq 16-nın üstünə gələrik 56. 165. 165. Bunu da bölsək 55-ə. N-in qiyməti eləyər 3. N-in qiyməti 3-dürsə, onda M-in də qiyməti 2-yə bərabər olacaqdır. Deməli, neçənci sualımız idi? 45-ci sualımızda da N-in qiyməti 3-dür. M-in qiyməti isə 3 üstə gəl 1 olacaqdır. Yəni D variantı. Sonra gəldik 46-cı sualımıza. 3 xlor propen. Propen molekulunu yazdıq. Üçüncüyə də xlor qoyduq. Bu olacaq CH. Buradan yalnız bir dənə H. Buradan isə 2 dənə hidrogeni çıxartdıq. Hibridlə S-in birləşməsi. Yəni hibridlə hidrogen sayını soruşur 5 dənə. Sonra sigma rabitə, hibridlə hibridin örtülməsidir. Bu da karbon-karbon arasında sigma rabitəni soruşur. 2-yə bərabərdir. Sonra bu isə hibridlə P orbitalının örtülməsidir. Bu isə bir dənədir. Cavab oldu 46-da C variantı. 47. Hansı reaksiyadan etil formiatın izomeri alınır? Etil formiat. Etil formiat yəni HCOO C2H5-dir. Buradan nə alınacaq? HCOO CH3. Karbon sayı bir vahdəsilikdə olmaz. Buradan alınacaq CH3COO C2H5. Burada bir vahid artıq da olmaz. Buradan alınır HCOO C2H5. Bu elə özüdür. Ona görə bunu götürə bilmərik. Buradan alınır CH3COO C3H7. Buradan da olmaz. Bu isə olur CH3COO CH3. Eyni sayda karbon atom var. Yəni 3 dənə. Cavab oldu E variantı. Hansı reaksiyadan karbohidrogen alınır? Suda məhl oldusa buradan alınacaq C2H5OH. Bir də natrium xlor səhv. Su ilə reaksiya daxil civə duzlarından aldehid əmələ gəlir. CH3CHO. Çıxdıq. Argentin 2 ilə əmələ gəlir CH3COH. Bu da getdi. Natrium oxşayan spiritdə məhlulundan gedirsə, alınır CH2 qat rabitə CH2. Ona görə D variantını götürürük. Buradan isə turş əmələ gəlirdi. Benzoy turşusu. E variantında belə. İzomer olan AB alkanlarına aid yanlış ifadələri izomer olan AB alkanısı yanlış ifadə homoloq ola bilməz. Çünki bunlar izomerdirlər. Nisbi molekul kütlələr bərabərdir. İzomer üçün nisbi molekul kütlələr bərabərdir. Karbon zəncirinin quruluşu müxtəlifdir. Bu yanlışdır. Qaynama temperaturları müxtəlif olacaq. Çünki qaynama temperaturu karbon-karbon sigma rabitə. Misal üçün mən götürürəm bir dənə butan, 4 dənə karbondan ibarət 3 dənə sigma. Bir də götürürəm izomer olan 2 metil propan. Yenə 3 dənə sigmadır. Ona görə cavab olar B variantı. Amol duz həll edici dissosiasiya dərəcəsi 80% olan duzun neçə mol ionlara ayrılmışdır? Amol duzun dissosiasiya dərəcəsi 80% böldüm 100-ə 0,8 A qədəri dissosiasiya edibdir. Cavab A variantı. 51-də C6H12 qızqırmadan 2 mol CO2, 2 mol X alınsa, bu 2 mol X-imiz C2H5OH-dır. Etil spirtidir. Molekullar arasında hidrogen rabitəsi var. Lakmusun rəngini dəyişməz. 1-3 variantı.
Molyar kütlələrdir. Aldehiddir. Karbon atomlarının sayı N'dir. Bunda molyar kütlə N plus 1'dir. Bir vahid artıqdır. Aldehid, alifatik monoamin. Karbon atom sayı N'dirsə bu birisi neçə olacaq? Belə yazaq. CnH2n deməli odur. Doymuş alifatik monoamin isə CnH2n plus 1 NH2'dir. Bunun kütləsi M nəyə bərabərdir? 14N üstəgəlinsin 16. Bu M plus 1 nəyə bərabərdir? 14N plus deməli bu 16'dır. 16 üstünə 1 gəldik 17. Bəli, burada bir vahid artıqdır da, düzdür. Onda bizim karbon atomlarının sayı N'dirsə, bu birisində də elə N'ə bərabər olacaqdır da, Y variantı. Məhlulda olan maddənin kütləsi A, həll olma əmsalı 1500. Məhlulun sıxlığını tapın. Onda həll olma əmsalı 1500 isə 1500 bərabərdə həll olan maddə 60 bölərəm suyun kütləsi X-ə, vuraram 1000-ə. X da buradan bərabərdir. Deməli, buradan 2 sıfırlar ixtisar edəcək. 600'ü də bölərik 15'ə. Cavab olur 40. Deməli, məhlulun kütləsi nəyə bərabər olacaq? M məhlul 60 plus 40 100'ə bərabər olacaqdır. Bizə V bərabərdir. M bölünsün R-dan gedərik. 100'ü də bölərik 1,6'ya. 1,6'ya. Bu da bərabərdir. 1,6'ya böldükdə 62,5. Hansı reaksiyadan alınan üzv maddələrdə oksidaşma dərəcəsi -1 olan karbon atom var? H-brom birləşdiyi hidrogen çox olana, brom hidrogen az olana bura birləşir. Olur CH3, CH deməli brom, bu da olur CH3. Müsbət 1, -3. Mənfi müsbət 1, burada -1, bu 0'dır. Burada avtomatik -3 olacaq. Deməli 54'də birinci yox. H4 birləşdi. Olur deməli CH3, COH. -2 müsbət 1 su birləşir də. Deməli 2 dənə su birləşdikdə spirt əmələ gəlirdi. Buradan spirt aldehid yox. Elə bildim alkindir. Olur CH3, CH2, OH. OH qrupun -1, hidrogen müsbət 1. Bunda bu da -1'dir. Bunu götürə bilərik. 2 dənə hidrogen birləşdi. Olur CH3, CH2, CH3. Burada -1 yoxdur. Bu deməli belə deyək, -3'dür. Bu -2'dir. Bu da -3'dür. H-brom birləşdikdə olur CH3, CH2, brom. Brom -1, hidrogen müsbət 1. Bu da -1 olacaqdır. 4'ü də götürə bilərik. Buradan isə nə alınır? Kalium permanganatla doymuş 2 atomlu spirt. CHOH, CH2OH. OH qrupun -1, müsbət 1, bura 0. OH qrupun -1, müsbət 1, bu da olar -1. Olar cavabımız belə. Sonra gəldik 55-ci sualımıza. 55'də natrium gəldikdə sxemi üzrə hansı ifadələr doğrudur? Natrium gəldikdə olurdu. Buradan olur natrium C 3 qat C natrium plus H2. Bəsit maddə alınır. Bu düzdür. Hidrogen. Karbonun valentliyi dəyişmir. 4'dür. Reduksiya edici və oksidləşmə dərəcələrinin əmsallar cəmi 2 natriumdursa hidrogenlərin sayına baxıram. Hidrogenlərimiz də düzdür. Əmsallar cəmidir. 4'ə bərabərdir. Bu yanlışdır. Natrium asetilət alınır. Bu da doğrudur. Valent bucağı 120 dərəcə söhbət sp2 birləşmədən gedir. Yəni 3-cü qrup elementlərini götürəcəm. Alüminiumu götürəcəm. Boru götürəcəm. Sonra sp2 birləşmə. Onda 56'da cavab olur 2,4. Oksid. Natrium 2O2 oksid deyil. Bunu çıxırıq. NH4 xlor duzdur. B variantı. Kuprum O2 əsasdır. C variantı o flor 2'də çıxıram. CO2 də Y variantı oksid sırasına uyğun gəlir. 58-ci sual situasiya.
Etanolun oksidləşməsindən alınan turşunun tam reaksiya gedir, natrium OH-da. Etanolun oksidləşməsindən alınan duz. Birinci nə olacaqdır? Turşu. Etanol oksidləşəndə əmələ gəlir bu CH3, COOH və adını yazın. Adı nə olacaqdır? İkincidə adı sirkə turşusu. Sonra 59-da baş verən reaksiya tənliyini yazın. Baş verən reaksiya tənliyimiz də 59-da deməli CH3C deməli HO-dur. Üstə gəlir oksidləşməsindən əmələ gəlir CH3COH. Sonra birinci reaksiyada alınan duzun tərkibində olur belə. Sonra nə istəyir bizdən? Bu 59-da baş verən reaksiya tənliyini yazın. Birinci reaksiyamız budur. İkinci reaksiyada da bunun üstünə CH3COH, üstə gəlinsin natrium OH, alınır CH3COO natrium, üstə gəlinsin H2O. Təzədən bunun üstünə də CH3CO natriumun da üstünə natrium OH gəldikdə alınır metan plus natrium 2CO3. Bizdən nə istəyir? Deyir ki, buradan natrium, duzun tərkibində 34,5 qram natrium varsa, CH3COO natriumun içərisində deməli sınaq şüşəsində olan bir əsaslı karbon turşusunun kütləsini və ən sonunda neçə litr metan alına biləcəyini tapın. Belə deyək də, natrium 23 qramdır burada. 23 qram olduqda sınaq şüşə doymuş bir əsaslı 60 qram deməli karbon turşusu var. Bu sirkə turşusunun kütləsi 60-dır. 34,5-ə də x yazarıq. Buradan x-in qiyməti olacaqdır. Deməli hesablasam 90 qram. Neçə litr alınır? 60 qram sirkə turşusu girdikdə alınır buradan nə deyir? Və ən sonunda neçə litr metan alına biləcəyini tapın. Belə deyək də, elə sirkə turşusuna görə hesablaya bilərik. 60-dan 22,4 litr alınırsa, bizdə də turşu 90 qram idi axı. 90-a bu birincimizdir, bu ikincimizdir. 90-a da yazarıq ki, y. Y də buradan bərabərdir 33,6 litr metan.